İnsan hüquqları doğulandan bizə aiddir. Hər kəs azad və bərabər hüquqla dolur. Uşaq da insanların hüquqlarına sahibdir. Heç kəs ailəsindən məruz qalmamalıdır. Hüquqlarımız bizim gücümüzdür. Sırf insan hüquqları ilə başlayır. Hər kəsin təhsil almağa hüququ var. Sənin də hüququn, mənim də hüququmdur. Hüququ bilməmək onu itirmək deməkdir. Hər kəs danışmaq, düşünmək və inanmaq azadlığına malikdir. Hüquqlar sənin səsindir. Onu tanı, onu qoru. Heç kəsin haqqı başqasının hüququnu pozmamalıdır. Azadlıq hamımıza üçündür. Səssiz qalsa hüquqlarını istər. Haqqını bilməyən onu qoruya bilməz. Hüququn var deyə sən güclüsən. Sənin də hüququn var, yaşamaq, oxumaq, öyrənmək. Dostluq bir hüquqdur, heç kəs tək qala bilməz. Fikir bildirmək hüququ fikirlə döyüşmək deyil. Uşaqlar susmamalı, hüquqlarını bilməlidir. İnsan hüquqları qorunduqca cəmiyyət inkişaf edir. Bərabərlik o deməkdir ki, hamı eyni dəyərə malikdir. İnsan hüquqları insanlıq deməkdir. Ədalət hər kəs üçün olmalıdır, yoxsa heç kim üçün deyil.